Deyir ki, doyan buxarın izotermik sıxılması zamanı onun kütləsi və sıxlığı necə dəyişər? Nədir doyan buxar? Müəyyən temperaturda öz mayeəsi ilə dinamik tarazlıqda olan buxara doyan buxar deyilir. Və izotermik sıxılma zamanı, izotermik deyirsə T konstant olacaq burada. Qeyd edirik, T konstant, T bərabərdir. Konstant, izotermik prosesdir, temperatur sabitdir. Doyan buxar izotermik sıxıldıqda sıxılırsa onun bir hissəsi kondensasiya olunaraq mayeyə çevrilir. Lakin qalan buxar hissəsi isə doyan buxar olaraq qalır. Sıxlıqda doyan buxarın sıxlığı yalnız temperaturdan asılıdır. Temperatur sabit qalanda doyan buxarın sıxlığı dəyişməz qalır. Kütlədə isə izotermik sıxılma zamanı buxarın həcmi azalır deyə, buxarın həcmi azaldığı üçün onun bir hissəsi mayeyə çevrilir. Nəticədə qaz halında olan buxarın kütləsi azalır. Deməli, kütlə burada azalacaq, kütlə azalacaq, sıxlıq isə dəyişməyəcək. Y variantı. Bir cins maqnit sahəsində yerləşmiş 0,4 metr uzunluqlu cərəyanlı düz naqilə təsir edən maksimal qüvvə 20 mN-dur. Naqildəki cərəyan şiddəti 5 amper olarsa, maqnit induksiya vektorunun modulunu hesablayın. Burada qüvvə bərabərdir B-I-L. Düzdür, bu şəkildədir. Bizdən maqnit induksiya vektorunu soruşur. B bərabər olacaq F bölünsün I-L-ə. Yerinə qoysaq, burada 20 vurulsun 10 üstü mənfi 3 bölünsün 5 vurulsun 0,4. Buradan cavab olacaq belə 10 vurulsun 10 üstü mənfi 3, o da eləyəcək 10 milli-tesla. Cavab A variantı. Bu birinci qrupun suallarında var idi. Hansı ifadələr deyir? Maqnit selinin vahidinə uyğundur. Maqnit selinin düsturlarını yazmışdıq. Fi bərabərdir LE. Buradan Henry vurulsun amperlidir. Birinci. Bir də ki, elektrik hərəkət qüvvəsinin düsturundan delta fi bölünsün delta T. Buradan fi'ni tapanda I, yəni epsilon fi bərabərdir. Epsilon vurulsun delta T. Burada da volt vurulsun saniyə 3. 1-3 idi cavab D variantı. 64-də birinci qrup sualların içərisində var idi. Yəni izah edək. Demək, Eyler-Win diaqramında uyğun bəndləri müəyyən edin deyir. Müstəvi hava kondensatorlarından biri sabit gərginlik mənbəyinə qoşulmuş, digəri isə yükləndikdən sonra mənbədən ayrılmışdır. Hər iki kondensatorun lövhələri arasındakı məsafəni azaltdıqda nələr baş verir? Gəlin yazaq. Əvvəlcə tutumun düsturunu yazırıq. Bu ölçülərdən asılan epsilon 0 S bölünsün D. Burada deyir ki, məsafəni azaltdıqda. Məsafə azalırsa tutum artacaq. Hər iki hal üçün uyğundur bu. Ona görə tutumun artdığını biz biri gətirib yazırıq Eyler-Win diaqramında ortaq olan hissəyə, üçüncüyə. Daha sonra mənbəyə qoşulmuş deyil. Mənbəyə qoşulmuş halda, gəlin bura qeyd edək. Burada U konstant olur, gərginlik. Sabit gərginlik mənbəyinə qoşulmuş sayılır burada. U konstant olur. U konstant olursa Q bərabərdir U düsturundan məsafə azalır. Məsafə azalırsa tutum artır. Tutum artırsa o sabit qalırsa deməli yük də artır. Yükün də artdığını gətiririk qoyuruq. Bu iki yükün artdığını gətiririk qoyuruq birinci bəndə. Mənbəyə qoşulmuş hala. Daha sonra orada nə var? Enerji ilə bağlı düstur. Enerji ilə bağlı düsturda yazaq. Enerji də bərabər olacaq. Təbii ki, U kvadratı bölünsün 2-dir. Burada U sabitdir. Məsafə azalır. Tutum artır. Deməli, enerji də burada artacaq. Enerjinin artdığını da bir dəqiqə o tərəfdədir. Həmin variant. Enerji artır 4. Onu da gətiririk bura mənbəyə qoşulmuş hissəyə. Aha, lövhələr arasındakı gərginlikdən bu sabit qalır da. Lövhələr arasındakı gərginlik dəyişmir. Dedik axı, o konstant olur. Daha sonra bura aid deyil, yəni o mənbəyə qoşulmuşa aid deyil. Mənbədən ayrılmışa baxaq, yük burada sabit olacaq. Mənbədən ayrılıb deyirsə, burada yük sabit olacaq. Q bərabərdir, konstant.
Q konstant olacaq. Burada gərginlik bərabər olacaq. Q bölünsün C-yə. Tutum məsafə dedik ki, azalırsa tutum artır. Tutum da artırsa gərginlik azalır. Tutum artırsa burada gərginlik azalacaq. Gərginliyin azaldığı böfələr arasında gərginlik azalır. 3 2-ci bəndə uyğundur. Mənbədən ayrılmışa uyğundur, görürsünüz. Burada enerjinin də ilgili düsturunu yazaq. Tərkibində yükü olan mənbədən ayrılmış verir. Baxın. Q kvadratı böl 2S. Burada görürsünüz, deyir, məsafə azalır, tutum artırsa enerji də nə edəcək? Burada azalacaq. Enerji azalacaq. Burada enerjinin azaldığı hansı variantıdır? 5'dir. 5 də gələcək burada hara? Bura. Belə. Bu variant harda var? Birinci 2, 4, üçüncüyə 1, ikinci 3, 5. Cavab bu olacaq. Aha. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cisimlərin mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılıq diaqramı verilmişdir. Bucaq sürətlərinin diaqramının müxtəlif nöqtələrə uyğun qiymətlər arasında hansı münasibət doğrudur? Burada belə bir düstur var. Bu düsturu yazaq. Omega kvadratı bərabərdir A böl R'dir. Çünki A bərabərdir omega kvadratı R'dir. Bu qrafikə diqqət yetirsək görərik ki, bax, məsələn, 3-cü nöqtəni görürsünüz. 3-cü nöqtə üçün bucaq ən böyükdür. Görürsünüz, 3-cü nöqtə üçün bucaq ən böyükdür. Xətt daha çox aşağıya meyillidir. Yəni, omega kvadratı burada ən böyükdür. Birinci ilə ikinciyə bəs baxın, eyni düz xətt üzərindədir. Bu deməkdir ki, onların bucaq sürətləri eynidir. Onların birinci ilə ikincinin bucaq sürəti eynidir. Yəni, omega 1 bərabərdir omega 2-yə. Amma omega 3 onlardan daha böyükdür. Ona görə belə olacaq. Omega 3 böyükdür onlardan. Yəni, variant, doğru variant, doğru cavab belə olacaq. C variantı. Yer səthindən şaquli istiqamətdə yuxarı atılmış cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cismin maksimal hündürlüyə qalxma müddətini hesablayın. Burada şaquli yuxarı atılmış cismin koordinatı zamandan asılıq tənliyini belə yaza bilərik. Şaquli yuxarı atılmış cismin koordinatının zamandan asılılıq tənliyi y bərabərdir. V0 vurulsun T çıxılsın J vur T kvadratı böl 2. Tənlik belədir. Qrafikdən görünür ki, baxın qrafikə. 1 saniyə ərzində, görürsünüz, 1 saniyə ərzində gəlib 25 metr yol gedibdir. 25 metr hündürlüyə qalxıb daha doğrusu. Bu məlumatdan istifadə edərək başlanğıc sürəti tapa bilərik. Yerinə qoyaq. Burada 25 bərabərdir. V0'a bilmirik. V0 vurulsun, 1 çıxılsın, 10 vurulsun, T1 də 1 saniyədir. 1'in kvadratı bölünsün 2. Aha, burada təhlil edək. 25 bərabər olacaq. V0 çıxılsın 5. Buradan da V0 gəlin səliqəli yazın. Buradan yazaq. 25 bərabərdir. V0 çıxılsın 5. Buradan da V0 bərabərdir 30. Metr böl saniyə. Və deyir ki, bizdən indi burada nəyi soruşur? Maksimal qalxma hündürlüyünə qalxma müddətini, maksimal hündürlüyə qalxma müddətini, T qalxmanı soruşur da bizdən. T qalxma da nəyə bərabərdir? Məlum məsələdir ki, şaquli hərəkəti T qalxma V0 bölünsün J eləyəcək. O da 30 bölünsün 10 eləyəcək 3. Cavab 3 saniyə eləyəcək A variantı. 67-də şagirdlər laboratoriya məşğələsində sürtünmə misalını müəyyən etmək üçün cədvəl qruplar deyir, boş xanaya reaksiya qüvvəsini tapın. Sürtünmə qüvvəsinin düsturunu yazaq. F sürtünmə bərabərdir mü N. Müdəki hər hal üçün bərabər olur. Ona görə biz birinci ya buradan fərq yoxdur. Yəni sürtünmə əmsalını tapırıq. Buradan mü bərabərdir F sürtünmə bölünsün reaksiya qüvvəsi. O da bərabərdir F sürtünmə 0,4 bölünsün reaksiya qüvvəsi 2. Tutaq ki, buradan tapdıq. Bu da elədi nə? 0,2 eləmi? Mü'nü tapdıq 0,2. Mü'nü tapdıq 0,2 və F sürtünmə də verilib. İndi reaksiya qüvvəsini tapa bilərik. Reaksiya qüvvəsi bərabərdir nəyə? F sürtünmə bölünsün mü? O da bərabərdir. F sürtünmə 1,2'dir. Mü də 0,2'dir. Buradan
beraber olacak 6'ya. Cevap B variantı. 67'də şagirdlər laboratoriya məşğələsində sürtünmə misalını müəyyən etmək üçün cədvəl qruplar deyir. Boş xanaya reaksiya qüvvəsini tapın. Sürtünmə qüvvəsinin düsturunu yazaq. F sürtünmə bərabərdir mü n. Müdəki hər hal üçün bərabər olur. Ona görə biz birinci ya buradan fərq yoxdur. Yəni sürtünmə əmsalını tapırıq. Buradan mü bərabərdir F sürtünmə bölünsün reaksiya qüvvəsi. O da bərabərdir F sürtünmə 0,4 bölünsün reaksiya qüvvəsi 2. Tutaq ki, buradan tapdıq. Bu da elədir. Nə? 0,2 eləmi? Mü'nü tapdıq 0,2. Mü'nü tapdıq 0,2 və F sürtünmə də verilib. İndi reaksiya qüvvəsini tapa bilərik. Reaksiya qüvvəsi bərabərdir nəyə? F sürtünmə bölünsün mü? O da bərabərdir. F sürtünmə 1,2'dir. Mü də 0,2'dir. Buradan bərabər olacaq 6'ya. Cevap B variantı. Burada biz W'nin içini açırıq. Maqnitizasyon enerjisini yazırıq və maqnit bərabərdir L I kvadratı böl 2. Buradan L'i tapsaq görürük ki, elə məsələnin daha doğrusu testin şərtində verilən yazılıb. 2W bölünsün neçə? I kvadratı. O da L'dir. İnduktivlikdir. Yəni sarğacın induktivliyidir. 69'da cisimlərin yeri nəzərən hərəkət qrafikləri verilmişdir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemidir. Xəttlər X-in T'dən asıllığında. Bax, görürsən, ətalət hesablama sistemi üçün nə lazımdır bizə? Lazımdır ya sükunətdə qalsın, dayansın, hərəkət etməsin, ya da bərabər sürətlə hərəkət etsin. Buna da X-in T'dən asıllığı, bax, görürsünüz, sabitdir. Yəni dayanıb bir nöqtədə, bir koordinatda dayanıb. Bir bu aiddir. Bir də ki, görürsünüz, düz xətt X-in T'dən asıllığı, yəni bərabər sürətlə hərəkət edir, o aiddir. Bir də ki, sürətin zamanla asıllığı, görsən necə bərabər sürətlə hərəkət edir, dayanıb dəyişmir. Yəni 1, 2, 4 aiddir. 3 qəti aid deyil, çünki o dəyişən sürətli hərəkətdir, bərabər təcili hərəkətdir. 5'də də görürsünüz, sürət get-gedə artır. 6'da sürət get-gedə azalır. Bunlar aid deyil. Geriyə qaldı 1, 2, 4. 1, 2, 4 B variantı. Tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilib. Deyir, tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqla közərir. Tezliyin müəyyən qiymətində hər ikisi eyni parlaqlıqla közərir. Amma tezliyi azaldığında deyir, lampaların parlaqlığı necə dəyişəcək, onu soruşur bizdən. Baxın, birinci lampaya induktivlik var. Birinci lampada sarğac qoşulub ona paralel. Birinci lampaya paralel sarğac qoşulub. Ona görə birinci lampanın parlaqlığını təyin etmək üçün induktiv müqavimətin düsturunu yazırıq. Omega vurulsun L. Omeganın da yerini 2 pi nü vurulsun L-i açacaq belə düsturu. Bizə deyir, tezlik azalanda, nü azalanda induktiv müqavimət də azalacaq. O da sabitdir. O sabitdir. Burada I bərabərdir. O bölünsün X ilə. Əgər induktiv müqavimət azalırsa, deməli cəryan artacaq. Cəryan artacaqsa, birdəki parlaqlıq artacaq. Artar. Hələ ki bunu düşünək. Baxaq, ikinci rezistor qoşulub. Tezliklə heç bir əlaqəsi yoxdur. Çünki burada O bölünsün R-dir və R-in də tərkibində tezliyə aid heç nə yoxdur. İnduktiv müqavimətin tərkibində var tezlik. Ona görə biz tezliyi azaltsaq, rezistordakı qiymət bu dəyişməyəcək. Yəni, ona görə D variantı doğru cavabdır. Bu testdə də tarazlıq şərtinə baxırıq, momentlər qaydasına baxırıq. Burada F1 D1 bərabərdir F2 D2, yəni momentlərə aiddir. M1 bərabərdir M2. Burada görürsünüz 2 ilə 9'un hasili 18 edəcək. 6 ilə də 3'ün hasili 18 edəcək. Fikir verin, hər iki tərəfdə 18 olduğuna görə moment. Demək ki, bu tarazlıqda qalacaq. Sükunətdəki nöqtəvi yüklər arasındakı Coulomb qüvvələrinin modulları üçün hansı münasibət doğrudur? Burada Newton 3-cü qanuna əsasən təsir əks təsirə bərabərdir. F1 F2'yə bərabər olacaq. Yəni bir yük digərini hansı qüvvə ilə cəzb edir və ya itələyirsə, digəri də onu həmin qiymətdəki qüvvə ilə cəzb edir və ya itələyir.
Bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatın zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan sonraki 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafəni hesablayın. Demək, hərəkət tənliyi necədir? Burada yazırıq. X bərabərdir. X0 üstə gəlinsin və vurulsun T. Burada əvvəlcə birinci cisimdən başlayaq. Birinci cismin başlanğıcı 0'dır. Fikir verin. X0 birimiz 0'dır. Koordinat başlanğıcından başlayır. Sonu isə gəlir 10 saniyədə. 10 saniyədə gəlir 30 metr yol getmiş olur. 30. X1'dən gelir söhbət. X01 və X1. Bu zaman nə deyə bilərik? V1 bərabər olacaq nəyə? X1 bölünsün 10'a. O da eləyəcək 30 bölünsün 10. 3 metr böl saniyə. Buradan X1 bərabərdir. 3 vurulsun T hərəkət tənliyini ala bilirik. Bunu yazaq belə yadımızda qalsın burada bu şəkildə. İkinci cismə baxırıq. İkinci cisimdə eyni tənliklə işləyirik. Burada da X2 nəyə bərabərdir? Burada başlanğıcı X02, başlanğıcı 60'dır. Baxın uşaqlar. Sonra X2'nin özü 30'a düşüb gəlib 60'dan. Bax 10 saniyədə 60'dan gəlib düşüb 30'a. 60'dan gəlib düşüb 30'a. Başlanğıcı 60'da gəlib düşüb olsa, buradan V2'ni necə taparıq? X2 10 saniyədən gedir də söhbət. Yenə gördük ki 30 saniyə, daha doğrusu gördük ki yenə 30 metr yol qət etdi də. Burada da 60'dan 30'a düşüb, yəni 30 metr azalıb. Bu da 10. X2'miz neçə idi? X2. İkinci cismin ikincisi 30'dur. Buradan olacaq V2'ni necə tapırıq? Gəlin bunu geri çəkin, mən bircə dəqiqə, belə yox. Bu şəkildə yox. Tənliyi belə alacağıq. X2 bərabərdir. 60 çıxılsın 3T alacağıq. Baxın bu şəkildə alacağıq. Bu formada. Bəs 4-cü saniyədəki koordinatları gəlin tapaq. X1 bərabərdir. 3 vurulsun 4 bərabərdir 12 eləyəcək. T-ni yerə 4 yazırıq. X2'də isə 60 çıxılsın 3 vurulsun 4 bərabərdir 48. X1'də tapdıq, X2'də tapdıq. Məsafə deyirsə D-də modul olacaq da X2 çıxılsın X1 olur modulda. Burada da 48'dən də 48 çıxılsın 12 eləyəcək 36 metr. 74'e baxırıq. 2 vurulsun 10 üstü mənfi 26 kilogram kütləli yüklü zərrəcə induksiyası 20 milli Tesla olan bir cüz maqnit induksiya xəttlərinə perpendikulyar istiqamətdə 1,6 vur 10 üstü 5 metr bölü saniyə sürətlə sahəyə daxil olur. Zərrəcin cızdığı çevrənin radiusu 50 cm olarsa, onun yükünün qiymətini hesablayın. Bizim düsturumuz belədir. Bu düsturdan istifadə edəcəyik. Radius bərabərdir. MV bölünsün. Modulda Q vurulsun B maqnit induksiyası. Yəni bizdən nəyi soruşur? Yükün qiymətini soruşur. Buradan Q-nü tapaq. Gəlin. Buradan Q bərabər olacaq modulda. Təbii ki, bərabər olacaq MV bölünsün R və vəssalam yerinə qoyub yazacağıq. Gəlin hesablayaq. Yerinə qoyaq daha doğrusu. M-in yerinə 2 vurulsun 10 üstü mənfi 26 vurulsun 1,6 vur 10 üstü 5 bölünsün 0,5 vurulsun 2 vur 10 üstü mənfi 2. Demək, buradan da hesablasaq, belə qısaltsaq, gəlin yenidən yazaq. Q modulda Q bərabərdir. 3,2 vurulsun 10 üstü mənfi 21 bölünsün. Buradan da 1 vurulsun 10 üstü mənfi 2. Qüvvətləri də çıxsaq, ümumi olacaq 3,2 vurulsun 10 üstü mənfi 19 kulon. Cavab Y variantı.